Bir kişi hər dəqiqə telefonunu yoxlayır, yoldaşı soruşur, niyə bu qədər baxırsan, heç kim yazmır axı. Kişi deyir, birdən mən baxmayanda yazarlar, sonra silərlər, mən görmərəm. Nələrisə gözdən qaçırıram narahatlığı insanın həyatında hansısa mühüm detalı, imkanı, təhlükəni və ya həqiqəti nəzərdən qaçırmaq qorxusudur. Təbiətdə canlılar öz mövcudluğunu qorumaq üçün ətrafdakı məlumat axınını daim izləməli və heç bir həyati siqnalı qaçırmamalıdırlar. Ceyran otlayarkən hər 10-15 saniyədən bir başını qaldırır, qulaqlarını şəkləyərək ətrafı dinləyir. Ən zəif səs və ya kölgə dəyişimi onun sinir sisteminin ani sıçrama reaksiyasını yaradır. Bu hiperdiqqət onu yırtıcılardan qoruyur. Yırtıcı heyvanlarda isə gözdən qaçırmaq təkcə təhlükə yox, fürsət etkisi də deməkdir. Məsələn, şirlər ov edərkən küləyin istiqamətinin azacıq dəyişməsinə belə diqqət edərlər. Əgər bir anlıq diqqəti yayındırsalar, ov qaçar. Canavar sürülərində isə hər bir fərd liderin bədən dilinə və hərəkətlərinə yüksək diqqətlə baxar. Lider istiqamətini dəyişəndə qrupun hər biri eyni anda reaksiya verər. Yoxsa kiçik bir diqqətsizlik sürüdən ayrılmağa və təhlükəyə səbəb olar. Bu qorxu bioloji həyat üçün vacib bir mexanizmdir. İnsanda isə bu mexanizm fiziki təhlükə mühitindən çıxıb informasiyaya, fürsətə və əlaqəyə yönəlib. Yəni, insan artıq yırtıcını və ya ovu gözdən qaçırmaqdan deyil, məlumatı və ya mənanı qaçırmaqdan qorxur. İlk eksistensialist filosof olaraq qəbul edilən Soren Kierkegaard qorxu azadlığın qiymətidir demişdi. Yəni, insan azad düşündükcə hər şeydən xəbərdar olmamaq qorxusunu yaşayır. Bu narahatlıq bəzən insanın diqqətini və məsuliyyətini artırsa da çox zaman həddən artıq analiz, özünü tənqid və qərarsızlıq doğurur. Keçmişdəki itkilər və səhvlər bu hissin əsasını təşkil edirlər. Məsələn, iş fürsətini qaçıran bir şəxs sonradan hər məlumatı dəfələrlə yoxlayır. Perfeksionizm və nəzarət ehtiyacı da əsas səbəblərdəndir. Hər şeyi tam və düzgün bilmək istəyi zehində monitorinq sistemini daim aktiv saxlayır. Müasir dövrdə zehin gündə minlərlə informasiyanı emal edir. Bu zaman nə isə bilmirəm və ya bəlkə bir şey qaçırdım hissi kognitiv dissonans yaradır. Bundan əlavə mən ağıllı və çox diqqətli insanam kimliyi formalaşan insanlarda hər hansısa bir diqqətsizlik bu kimliklə ziddiyyətə girir və narahatlıq doğurur. Uşaqlığın tənbih və tərbiyə modelləri sən həmişə nə isə unudursan kimi ifadələr tədricən səhv etmə qorxusu yaradır. Bu sonradan özünə inamsızlıq və diqqət paranoyası şəklində təzahür edir. Sokratın bilirəm ki, heç nə bilmirəm deməsi bu narahatlığın fəlsəfi formasıdır. Lakin Sokrat bunu narahatlıq kimi yox, açıq şuur vəziyyəti kimi qəbul edirdi. Əslində hər şeyi görmək Allahın işidir. İnsan buna nail olmağa cəhd edəndə təkrar yoxlamalar, çoxlu ehtimallar yaratma, qərarsızlıq kimi davranışlarla özünü yorur. Mən düşünürəm səviyyəsində öz fikrini müşahidə etmək çox vaxt narahatlığa səbəb olur. Daha yaxşı alternativi qaçırmaq qorxusu analitik iflic yaradır. Yəni çox düşünmək hərəkəti əvəz etməyə başlayır. Zehin təhlükə ehtimalı olan məlumatları prioritetləşdirir və hər şeydə neqativ axtarır. Həyatı tam anlamamaq qorxusu meydana çıxır. Bu hissin uzun müddətli təsirləri daxili gərginlik, zehni yorğunluq, məmnuniyyətsizlikdir. Diqqət dağınıqlığı, fokus itkisi, qərar vermədə lənglik yaranır. Həm özünə, həm də başqalarına etimadı azalır, özünə tənqid başlayır. Bu isə öz növbəsində yuxusuzluğa, stressin artmasına və enerjinin tükənməsinə səbəb olur. İnsanın nələrisə gözdən qaçırıram qorxusu daha çox şeyi gözdən qaçırmasına səbəb olur. Məsələn, Leonardo da Vinci yüzlərlə layihə başlamış, lakin çoxunu bitirməmişdi. Çünki hələ tam deyil hissi ilə yaşayırdı. Bu vəziyyət dərinləşərək obsessiv-kompulsiv pozuntu da yarana bilir. Bəzi insanlar evdən çıxmadan öncə dəfələrlə qazı söndürmədiklərini yoxlayırlar. İş yerlərində bəziləri e-mail göndərməzdən əvvəl səhv və ya detalla bağlı narahatlıq səbəbindən bəlkə də 10 dəfə oxuyurlar. Junga görə bilinməyənlə üz-üzə gəlmək insanı bütövləşdirir. Yəni gözdən qaçırmaq qorxusuna qalib gəlmək üçün insan bilinməyənlə barışmalıdır. Nələrisə gözdən qaçırıram narahatlığı insanın bilik və nəzarət ehtiyacının qorxuya çevrildiyi zehni vəziyyətdir. 16 fevralda başlayan Şuuraltı Açarlar adlı nat dəyişmə
paylaşım kampaniyası bu narahatlığın idarə olunduğu yerdir. Sən də faydalana bilərsən. Bu hiss idarə olunmadıqda həyat məmnuniyyəti azalır, amma düzgün yönləndirildikdə fərasət, məsuliyyət və dərin idrak mənbəyinə çevrilir. Fikirləriniz çox dəyərlidir.